Tovuzda qadın bıçaqlanaraq qətlə yetirilib. 29 yaşlı Mətanət Hacızadəni həyat yoldaşı 32 yaşlı Səbuhi Hacızadənin qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Yalvardım, yapışdım, dedim abala. Deyir, sabah söhbət eləyərik. Sabah tezdən gedib orada məktəbi qalanı keçib, qaynadasına deyib ki, maşını bir yerə sür. Sən bilirsən qızının hoqqalarını. O da deyib, adalı, mənim qızımın nə hoqqası var? Hoqqası varmı? Boşa. Amma da yazdı ki, sağ layiq oğul olamadım, sözümü tutamadım, onu öldürdüm. Bunlar küsürüydülər, bir-birlərindən danışmırlar. Bu da başqa yerdəydi. Mən elə evdəydim, evdə gördüm ki, xəbər çıxartdı ki, belədir. Mən bu dağdan gedən dördüm, vurub qaçıb. Desədən 3 ay evimdəydi də mənim, getmirdi oraya. 3 ay evimdəydi. Onu da kimsə beyninə doldurub, bu da dedi ki, sən güya pis yollarda, sən nə bilim, nə varsa. Hadisəni törətməkdə şübhəli bilinən Səbuhi Hacızadənin meyidi Əyyublu kəndi ərazisindəki ağacdan asılı halda tapılıb. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.